Qarışıq millətlərdə istedad daha çox olur. O nədən irəli? O da genetikadan da. Qan qarışır da birisi. Götürün nə qədər nümunə, eyni qohumlar, eyni kənddən olanda elə bil ki, insan beyni kompüter kimi desəydi, o da sürətlə işlənir. Amma qarışıqlar görürsünüz, həm xarici görkəmdə qəşəng olur, belə sağlam zat, həm də beyni yaxşı işləyir. İndi siz götürün, Yəhudilər özlərini çox şey yazırlar da, çox şey yazırlar. Onlar da niyə belədir? Çünki onların çox əksəriyyəti qarışıq. Şahmatda götürürəm, deyirlər, bizdə şahmatçı deyirəm, o 90% qarışıq. Yahudilərin şahmatçılar. Einsteynin özü qarışır, Laskerin özü qarışır. Yəni, o qarışığın hesabına beyin tezə bir qan gəlir, tezə bir zad gəlir, görürsünüz ki, canlanır. Amma qarışıq adamlar var, pis rəy də şəkilmişəm. Yox, pis az olur, pis az olur. Olanda əlbəttə ki, hər şey 100%'li qanun yoxdur. Olanda əlbəttə ki olur, amma az görmüş. Amma belə fiziki də görürsən, onlar simpatik. Çünki bizdə amma pis xasiyyət var da, qarışıq olan kimi deyir, o getsin, onun anası, nə bilim, rıstıdır. Amma əslində ondan istifadə edir. Və Rusların özündə mən nə qədər böyük alim görürəm ki, Alman familiyası mənəm nədir. Amma onlar sayır ki, burada doğulub, Rus dilində oxuyub, Rus dilində böyüyüb, o bizimkidir. Onu görə zənginləşib belə. Yoxsa biz onları hamısını qovsaq, ortada heç kim qalmayacaq.